Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrası bugün səhər saatlarından başlayaraq cəza çəkmə müəssisələrində icra olunmağa başlayıb. Bu, Azərbaycanın müstəqillik tarixində sadəcə 13-cü və ən böyük amnistiya aktıdır. Bugün onlar həyatlarının ən sevincli anlarını yaşayırlar. Konstitusiya və suverenlik ili münasibəti ilə 20 min məhbusa şamil edilmiş amnistiya aktı ilə 5 minə yaxın şəxs həbs cəzalarından tam azad edilib. Dövlətimizin məqsədi, dövlətimizin amalı cəza çəkmə müəssisələrində məhkumların saxlanılması deyil, onların cəmiyyətə inteqrasiya olunması və onların islah olunmuş şəxs kimi cəmiyyətimizə geri qaytarılmasıdır. 4 saylı cəza çəkmə müəssisəsindən amnistiya tətbiq edilən 22 qadın məhkumdan ikisi övladları ilə birlikdə azadlığa buraxılıb. Müstəqillik tariximizdə sadəcə 13-cü amnistiya aktı icra olunur, hansı ki bu amnistiya aktında 20 min məhkum şamil edilir. Bugün isə ümumilikdə cəza çəkmə müəssisələrindən 5 min məhkum amnistiya aktından yaralanacaq. 4 saylı cəza çəkmə müəssisəsində isə bugün 22 məhkum öz azadlığına qovuşur. Cəza çəkmə müəssisəsində övlad dünyaya gətirən bu məhkumlar törətdikləri əməllərə görə peşmanlıq hissi keçirsələr də, ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən amnistiya aktının onlara da şamil olunmasına görə sevinclərini gizlətməyiblər. Nə qədər cəzanız qalıb? 11 ay 28 gün almışdım, 8 ay 18 gün çıxartdım. Cəzanız nə qədər idi? 11 ay 28 gün. Almışdınız. Bəli. Onu nə qədərsini aparırsınız? 8 ay 18 gün. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. 4 saylı cəza çəkmə müəssisəsindən azadlığa qovuşanlar içərisində məşhur müğənni Dəniz Firidun qızı və Konqo vətəndaşı Sam Samu Jumi də var. Böyük sevinç hissidir ailəm adından, öz adımdan, cənab prezidentimizə, ailəm və özüm adımdan dərin təşəkkürümü bildirirəm ki, məni cəzanın çəkilməmiş hissəsini bağışladı və övladlarıma qovuşdurdu. O, ölkəmizə saxta pasportla keçmək istəyərkən saxlanılıb. Cəza çəkdiyi 1 il 3 ay müddətində dilimizi də öyrənməyə vaxt tapıb. 1 il 3 ay vardılar. Nə qədər aparırsınız özünüz? 9 ay yattı, 6 ay kaldı. Prezident Azerbaycan teşekkürler söylüyorum. Amnistiya düştüğü için çıkmaya. Onun için de çok teşekkürler söylüyorum. Qəbul edilən amnistiya aktı həbsdə olan yeniyetmə məhkumlara da şamil olunub. Ədliyyə Nazirliyi penitensiar xidmətinin yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan cəza çəkmə müəssisəsində də aktın icrası həyata keçirilib. Bugün cəza çəkmə müəssisəsindən 3 yeniyetmə azadlığa buraxılıb. Amnistiya aktının icrası Bakı İstintaq Təcridxanasında 12 məhkuma şamil edilib. Prezident İlham Əliyevin amnist qərarına görə ilk növbədə minnətdarlığımı bildirirəm. Mən, yaxınlarım və digər şəxslər çox sevinclidir bu hala. Bugün icrasını başladığımız amnistiya sadəcə 13-cüdür. Bugünə qədər ən böyük amnistiya aktı 10 minə yaxın məhkumu əhatə edən amnistiya aktı 1-ci vitse-prezident Heydər Əliyev Fondun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Beləliklə, reallıq ondan ibarətdir ki, bu qərar cəmiyyətdəki barışa, insanların arasındakı həmrəyliyə, sülhə xidmət eləməklə yanaşı, amma həm də cəza çəkmə müəssisələrindəki sıxlığı aradan qaldırmış olacaq. Qeyd edək ki, dekabrın 22-sindən icrasına başlanılan amnistiya aktının icra müddəti qanunvericiliklə 4 ay nəzərdə tutulub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.